ABŞ hökuməti Bağdaddakı səfirliyinin əməkdaşlarının bir qismini təxliyə etməyə hazırlaşır. Eyni zamanda İraq Bağdaddakı İran səfirliyinin əməkdaşlarının bir qismini təxliyə etməyi nəzərdən keçirir. Beləliklə, eyni vaxtda həm ABŞ-ın, həm də İranın Bağdaddakı diplomatik personalını təxliyə etməsi, bundan başqa Vaşinqtonun bu bölgədəki hərbiçi ailələrini çıxartmağa çalışması, Hörmüz bölgəsindəki hərbi gəmilərinin sayının artması və nəhayət neft qiymətlərinin qalxması bu bölgədə yeni bir müharibənin başlanması ehtimalını ciddi şəkildə artırır. Bəs həqiqətənmi Amerika İranı və yaxud da ki İran Amerikanı vura bilərmi? Bölgədə yeni müharibə başlayarsa bunun Azərbaycana hansı təsirləri ola bilər? Vallahi misal hər şey görsənir, olmaması yaxşıdır. Nə deyə bilərik, biz əlimizdən nə gəlir? Sizcə bax, bölgədə belə bir müharibə olarsa Azərbaycana hansı təsirlər ola bilər? İqtisadını təsir eləyər, nə bilim, təsir gözlənir hər cür. Amerika ilə İran arasında münaqişə uzun müddətdir davam eləyir. Yəni köklü dərinlikləri demək olar ki 80-ci illərə qədər gedir. Bizim 40 milyondan çox soydaşımız İranda yaşadığı üçün onların da taleməyi düşündürür bir Azərbaycanlı kimi. Ona görə də mən narahatam. Əlbəttə regionda hadisələrin olması bizim Azərbaycanımıza da böyük təsir edə bilər. Həm neftin qalxması, o cümlədən iqtisadiyyatın dəyişməsi və ən qorxuncu da Cənubi Azərbaycanımızdan qaçqınların Azərbaycana axını. Amma İran da zəif ölkə deyil. Çünki İranın da hərbi potensialını, iqtisadiyyatını biz bilirik. Ona görə də mənə elə gəlir ki, Amerika cəsarət etməz və bu yaxınlarda ola bilsin ki, bu münaqişələr müsbət həll olar. Bunun hamısı bir sözdür. Heç bir müharibə də olmayacaq. Bu bir növ, bilirsən nə deyir? Ruslara qarşıdır. Amerikanın bu təhdidi İran Rusla birgə daxil. Ona görə onlar çalışırlar ki, İranı Rusiyadan ayırsınlar, İranı təkləsinlər. Müharibə olmayacaq. Düşünürsünüz? Olmayacaq. Bu mümkünsüzdür çünki Fransa NATO'nun üzvüdür. Xomeyniyi də Fransa gətirir hakimiyyətə. Bu bir yanlışlıqdır çünki o Trump'ın dövründə siz o vaxtı gördünüz ki, Trump dedi ki, mənə zəng elədi Ayətullah ki, harasa raket buraxacaq, bu təhlükə yoxdur, xahiş eləyib, deyir, mənə həmən raketləri buraxır. Bu bir görüntüdür. Amerikadan çox İran tərəfinin bu məsələyə belə ürəkdən sanfəşanlığını görürəm. Güya ki, Amerika bunlardan qorxur və imkanları yoxdur ki, bunlara hansısa bir təsir eləsin. Artıq onlarda nüvə bombasını hazırlamaq üçün hər cür imkan var və buna görə də Amerika bu məsələdə onlara bərk girişibdir. Amerikanın böyük cəhəti ondan ibarətdir ki, bu zonada atom bombası olan ölkələrin sayı az olsun. O cümlədən İran kimi özünü tam idarə edə bilməyən bir ölkə belə bir silaha sahib olandan sonra istədiyini eləyə bilər dünyada. Bu səbəbdən də buna çox bərk qadağalar qoyublar.